Hər vaxtınız xeyir olsun, əziz və dəyərli CBC Sport izləyiciləri. Siz Legioneri izləyirsiniz və Legionerin yeni buraxılışının qonağı Şamaxının futbolçusu Andrey Tırkavyanıdır. Xoş gördünüz sizi proqramımızda, necəsiniz? Çox sağ olun, dəvətiniz üçün təşəkkür edirəm. Bəli, mən yaxşıyam. Nə deyə bilərəm ki, sizinlə burada olduğuma görə çox xoşbəxtəm. Sadəcə başlayaq, görək bu proqram nədən ibarətdir. Əslində, məncə danışacağımız mövzuları çoxdur, mövzuların sayı çoxdur. Həm Şamaxı barədə, sizin karyeranız barədə və sizin Azərbaycan futbolu barədə fikirləriniz bizə maraqlıdır. Amma hazırda Bakıdasınız, müəyyən bir periodda burada müalicə alırsınız, terapiyalardan keçirsiniz. Bu proses necə keçir və artıq nə vaxt biz sizi meydanda görə bilərik? Bəli, təəssüf ki, zədəm olmuşdu. Amma artıq günbəgün özümü daha yaxşı hiss edirəm. Həkimlərə inanıram, bərpa prosesinə inanıram. Düşünürəm ki, çox tezliklə bəlkə də beynəlxalq fasilədən öncəki oyunda komandama kömək etmək üçün meydanda ola biləcəm. Və məncə son günlərin daha bir indi əsas mövzusu sizinlə bağlı. Siz bu yaxınlarda elə Şamaxı Kəpəz oyundan öncə də ayın qolu nominasiyasının qalibi oldunuz. Həmin qolu istədim ki, özünüz şərh edərdiniz. Necə baş verdi? Normalda biz top 5 liqalarda Toni Kroos və yaxud da digər futbolçuların belə qollarını görmüşük ki, künc zərbəsindən birbaşa qapıya gedirdi. Siz bunu planlamışdınızmı və sizdə bu necə alındı? Açığı topu o şəkildə vurmağı əvvəlcədən planlaşdırmamışdım. Amma biz həftədə 2-3 dəfə məşqdə standart vəziyyətlər üzərində işləyirik və məşqçi ilə bir strategiyamız var. Bəzən bu cür vəziyyətlərdə birbaşa qapıya vururuq. Bəzən topa kimsə toxunur və qola gedir. Bəzən isə birbaşa küncdən içəri girir. Bu dəfə də elə oldu və mən çox sevinirəm. Bu mənim bu cür ilk qolum idi. Şamaxıda vurduğum bu qola görə çox xoşbəxtəm. Amma ümid edirəm ki, sonuncusu olmayacaq. İndi olar, ötürmə gəldi, qapı qarşısına və top birbaşa tora daxil olur. 2-0, künc zərbəsindən vurulan qol. Top qapıya daxil oldu, top direğe dəyərək tora daxil oldu. Hesab 2-0 olur. Hesab 2-0 olur və künc zərbəsindən fərqlənir Andrey Tırkavyano. Baxaq bir daha. Top necə fırlandı və təbii ki, indi burada qapıcı da seyirci mövqe tutdu və top qapı dirəyinə dəyərək tora daxil olur. Ümumiyyətlə, Ayxan Abbasovun komandalarında, Şamaxıda biz onu görürük ki, standart vəziyyətlərə xüsusi önəm verilir. Yəqin ki, sizin üçün də bir hücuma meyilli futbolçu kimi standart vəziyyətlərdən fərqlənmək vacibdir. Bəli, doğrudur. Bu mövsüm standart vəziyyətlərdə çox yaxşı iş gördük. Mən bilirəm ki, baş məşqçimiz bu məsələlərə çox diqqət yetirir. Biz çalışırıq ki, topa düzgün vuraq və qapıya hücum edən komanda yoldaşlarımızla yaxşı bir anlaşma olsun. Düşünürəm ki, bu mövsüm bu cür vəziyyətlərdən bir neçə qol vurmuşuq və məşqçi də bununla razıdır. İndi danışdığımız mövzulara qayıdacağıq. Sizin ümumiyyətlə Azərbaycan barədə fikirləriniz mənə maraqlıdır. Şamaxıda qalırsınız. Ümumiyyətlə Şamaxı futbolçuları hər biriniz ailəlicə Şamaxıda qalırsınız. Hətta legioner futbolçular belə. Sizə görə Şamaxıda yaşamaq necə hissdir və artıq öyrəşmisinizmi Şamaxıya? Şamaxı şəhəri barədə çox danışa bilmərəm. Çünki biz futbolçular əsasən yalnız yaşadığımız Şamaxı Palas otelini və stadionu görürük. Şəhərin özünü hələ gəzə bilməmişik. Amma ümid edirəm ki, yaxın zamanda buna da fürsət olacaq. Adaptasiya çox yaxşı keçdi. Çünki həm Şamaxıda, həm də ümumiyyətlə Azərbaycanda çox mehriban, səmimi insanlar var. Onlar əcnəblərə bacardıqları qədər kömək etməyə çalışırlar. Hətta həyat yoldaşım Buxarestdə geri qaydanda dedi ki, Şamaxıdakı həyatımız üçün darıxıram. Orada öz rejimimiz var idi, hər şey qaydasındaydı. Bəli, bəzən biraz darıxdırıcı ola bilər, çünki ətrafda xüsusi bir şey yoxdur. Amma futbolçular üçün bu çox yaxşı məkandır. Diqqətini yalnız futbola yönəltmək üçün ideal yerdir. Yəni, ən çox, məsələn, həyat yoldaşınız və yaxud da ki, siz Şamaxıda nəyi bəyənirsiniz? Düzdür, Bakı ilə müqayisədə Şamaxı darıxdırıcı gələ bilər, amma həmçinin bəzi paytaxt sakinləri Şamaxıya daha çox istirahət kimi də gedirlər və orada da bir neçə əyləncə məkanları var. Siz oralarda olmuşsunuzmu? Əlbəttə, bəzən şəhəri gəzməyi, insanlarla görüşməyi, alış-veriş mərkəzinə getməyi, biraz gəzmək üçün darıxırıq. Hər gün eyni sakitlik bəzən bir qədər yorucu olur. Amma orada hava təmizdir. Ailə ilə dincəlmək üçün gözəl məkandır. Şərait çox yaxşıdır. Çünki həm Şamaxıda, həm də Bakıda yaşadığımız üçün. Şamaxıda yaşamaq bizim üçün daha maraqlıdır. Çünki Şamaxı bir neçə il əvvəl, 2 il əvvəl, 3 il əvvəl, 4 il əvvəl, 5 il əvvəl
Mən alpaka fermasında olmuşam, həyat yoldaşım və qızlarımla birlikdə. Qızlarım çox sevinmişdilər, orada gözəl vaxt keçirdilər. Alpakaları yemlədilər. Çox xoş, maraqlı təcrübə idi. Bəs Azərbaycan barədə ümumi sinifləriniz maraqlıdır bizə. İndi Bakıda da olursunuz və artıq Azərbaycan futbolunu da bilirsiniz. Azərbaycan və Rumıniyanı müqayisə etsək, hansı fərqli cəhətləri qeyd edə bilərsiniz? Bəli, mən Bakıya gəldiyim günü çox yaxşı xatırlayıram. Hava limanından çıxıb şəhəri, infrastrukturu, insanları görəndə elə ilk gündən özümü evimdəki kimi hiss etdim. Bakı çox gözəl şəhərdir, insanları da çox səmimidir. Düzünü desəm, burada olanda Rumuniyadakı şəhərim üçün darıxmıram. Bakı sadəcə möhtəşəmdir. Hətta biraz Buxarestə bənzəyir, amma bir qədər daha müasir, daha parlaq, daha gözəldir. Bəs Azərbaycana gələndə, yəni bu qədərini gözləyirdinizmi və Şamaxıdan sizə təklif gələndə ilk olaraq nəyi düşündünüz? Müqaviləni imzalamazdan əvvəl internetdə Azərbaycan və Şamaxı haqqında biraz araşdırma apardım. Baxdım ki, Bakıya bəzən Kiçik Dubay deyirlər və düşündüm ki, bu çox maraqlıdır. Şamaxı haqqında da maraqlanırdım. Ailəmlə harada yaşayacağımız, məşq və oyun üçün şərait necə olacaq? Bura gələndə məqsədim aydın idi. Öz üzərimdə işləmək, bacarıqlarımı göstərmək, çox çalışmaq və əgər Tanrı istəsə, karyeramda bir addım irəli getmək. Mənim üçün bu mükəmməl bir fürsətdir və məqsədim də bəs budur. Bəs ümumiyyətlə, Azərbaycana gəlməmişdən əvvəl araşdırdınız, kiminləsə əlaqəyə keçdinizmi? Hansısa futbolçularla bəlkə bizdə oynayan və yaxud da ki, oynamış və onlar sizə hansı fikirlər dedilər, hansı Azərbaycan barədə hansı məlumatlar ötürdülər? Təəssüf ki, Azərbaycanda oynamış heç bir futbolçu ilə şəxsən tanış deyildim. Amma bir komanda yoldaşım vardı. O, Şamaxıda oynamış Belaydı Pusinin dostuydu. Mən də onun nömrəsini aldım və ölkə, şəhər, Şamaxı barədə soruşdum. O, hər şey haqqında yalnız müsbət danışdı. Mən də dedim ki, yaxşı, gərək öz gözlərimlə görüm. Və bura gələndə doğrudan da yalnız yaxşı şeylər gördüm. Burada baş verən heç bir şey haqqında mənfi söz deməyə əsasım yoxdur. Bəs ailənizin Azərbaycana, Şamaxıya artıq sizin müqaviləniz olandan sonra köçmək necə idi? Onların reaksiyası necə idi? Çünki son klubunuz Kanadada olub, Kanadadan birbaşa Şamaxıya gəldiniz. Bu necə oldu? Bilirsinizmi, ailəmin reaksiyası ən çox o vaxt oldu ki, mən Kanadaya getmək istədim. Çünki Azərbaycan yaxşı liqadır, evdən uzaq deyil. Amma Kanada biraz çılğın qərar idi. Bilirsiniz, uzaq idi. Amma mənim üçün vacib idi ki, Premyer Liqa səviyyəsində bir mühitdə olum. Təəssüf ki, müəyyən vaxt ailəmdə bəzi hadisələr baş verdi və mən uzun müddət evdə qaldım. Təxminən 10 ay. Ona görə Kanadaya getmək qərarını verdim. Çünki artıq çox vaxt keçmişdi. Çətin idi. Amma məqsədim Avropaya qayıdıb inkişafımı davam etdirmək, karyerama diqqət yetirmək idi. Kanada mənim üçün bir addım idi. İrəliyə doğru addım. Azərbaycan klubundan təklif gələndə artıq çox düşünmədik. Çünki bu doğru addım idi. Çatdı topa. Edgar Adilxanov irəliləyir. Edgar Adilxanov ötürmə sağ tərəfə. Zərbə endirildi və 2-0. Tırkıviyanov fərqlənir. Şamaxının heyətində. 0-2. Rumıniyalı futbolçu Şamaxının heyətində ilk qolunu vurdu. Təkrara bir daha baxırıq. Edgar'ın oyunu mütləq vurğulanmalıdır. İkinci hissədə həqiqətən də ən yaxşılardan da zərbə də necə mükəmməl alındı. Fikir verin. Topu saxlamadan birbaşa 9'luğa göndərir Andrey Tırkıviyanov. Ümumiyyətlə, karyeranız çox zəngindir. Həm Avropada öz ölkənizdə başladınız, Kanada var, indi Azərbaycan var. Hansı klubları qeyd edə bilərsiniz ki, və ümumiyyətlə Kanadaya getmək qərarı necə oldu və bu klublar arasında hansı klub sizə daha doğmadır? Düşünürəm ki, işimi pis görmədim. Mən həmişə səmimiyəm və açığı Rumuniyada öz ən yüksək səviyyəmdə deyildim. Son klubumla müqavilə başa çatandan sonra bəzi təkliflər gəldi. Amma biraz gözləmək istədim. Bəlkə daha yaxşı variant çıxar. Sonra yenə bəzi problemlər oldu. Ailəmlə bağlı da çətinlik yaşadım və onlara yaxın olmaq üçün qalmalı oldum. Beləcə 10 ay komandasız qaldım. İkinci liqadan da təkliflər gəlirdi, amma məqsədim ora getmək deyildi.
Mən hər gün elə bir yer axtarırdım ki, orada inkişaf edə bilim, özümü göstərə bilim, yaxşı şəraitdə çalışım. Və birdən sanki heç yerdən Kanadadan təklif gəldi. Açığı ora getməzdən əvvəl MLS haqqında düşünürdüm. Yaxın idi və yaxşı oynasam bəlkə ora keçmək şansım olardı. Amma təbii ki, 10 ay evdə məşqsiz qaldıqdan sonra yenidən futbola başlamaq çox çətin idi. Orada uyğunlaşmaq üçün 2-3 ay sərf etdim. Amma sonda yaxşı təcrübə oldu. Düşünürəm ki, əgər bugün Azərbaycandan təklif gəlibsə, deməli Kanadada özümü pis göstərməmişəm. Əsas məqsədim MLS-ə keçmək idi. Amma alınmadı. Allah belə istədi. İndi buradayam və rahatam. Görək sonra nə olacaq. Hansı klubda oynamaq istərdiniz MLS-də? İndi fərqi yoxdur. Amma əlbəttə o futbolçularla birlikdə orada oynamaq bir arzudur. Amma gəlin real olaq. Çox çalışmaq lazımdır. Futbolda heç vaxt bilmək olmur ki, sabah nə baş verəcək. Bu 10 ay müddətində, yəni klubsuz qalanda istərsəməz yəqin ki, həm təzyiq olur, həm siz özünüz də anlayırsınız ki, bu yaşda siz daha çox oynamalısınız və öz klubunuzda əsas futbolçu olmalısınız. Nə vaxtsa futbolu nəyə seçdiyimə görə özünüzə bu sual vermisinizmi və peşman olmuşsunuzmu ki, niyə mən bu sahəni seçdim? Bəli, çox çətin bir dövr idi. Açığı o vaxt futbolu bitirmək istədim. Öz-özümə düşündüm. Yaxşı, indi nə edəcəm? Çünki bilirsiniz, futbolçuların 80%-i futbolun kənarında heç nə bacarmır. Mən də o 80%-in içində idim. Nə edəcəyimi bilmirdim. Dedim ki, yaxşı, başqa bir şey sınayım. Ona görə də atamla işləməyə başladım. Hər səhər saat 5-də dururdum, işə gedirdim. Bir həftədən sonra dedim ki, yox, bu mənlik deyil. Əgər məcbur olsam, bəli, edərəm. Amma o vaxt bu mənlik deyildi, çox çətin idi. Mən indi atamın da, işləyən insanların da zəhmətini çox yaxşı başa düşürəm. Çünki, düzünü desəm, biz futbolçuların işi dünyadakı ən çətin iş deyil. Biz sevdiyimiz işi görürük. Ona görə bir həftədən sonra artıq atamla işə getmədim. Evə gəldim və dedim, mənim ailəm var. O vaxt bir qızım var idi. Nəsə etməliyəm. Düşündüm və qərar verdim ki, futbola qayıdım. Çünki bu işi uşaq yaşından görürəm. Bu mənim həyatımın bir hissəsidir. Futbol mənim passionumdur. Çox sevirəm gördüyüm işi. Düşünürəm ki, bu hadisələr mənim üçün dərs oldu. İndi artıq bilirəm necə davranmalıyam. Necə daha peşəkar, daha diqqətli olmalıyam. Hər gün nəyə fokuslanmalı olduğumu anlayıram. Ona görə də bu çətin dövrü mən bir təcrübə, həyat dərsi kimi qəbul edirəm. Atamın tikinti sahəsində biznesi var. Amma mən o vaxt fəhlələri səhər saat 5-də işə aparan sürücü idim. Bilirsiniz, çox ağır idi. Bəs uşaqlığınızda futbolçu olmaq qərarı verəndə bunları nəzərə alırdınızmı, yəni almışdınızmı və uşaqlıqda arzularınız nə idi? Uşaqlıqda hamı kimi mənim də arzum peşəkar futbolçu olmaq idi. Amma zaman keçdikcə gördüm ki, biraz istedadım var və arzularım get-gedə böyüyürdü. Ətrafımdakı hər kəs deyirdi ki, sən çox istedadlısan, böyük karyera qura bilərsən. Mən də buna inandım. Heç vaxt gözləməzdim ki, elə bir vəziyyətə düşəcəm ki, futbolu atmaq istəyəcəm və başqa iş axtaracam. Amma bəlkə də məhz bu hadisələr məni daha güclü etdi. İndi isə hər şeylə barışmışam. Hər şey qaydasındadır. Rumuniyada, Rumuniya futbolu deyəndə əsas bir ad futbol sevərlərin ağlına gəlir. Söhbət Hacıdan gedir. Və sizin ölkənizdə ən bəyəndiyiniz futbolçu kim olub? Yəni Rumuniya futbolunun sizcə ən yaxşısı kim olub? Bəli, əlbəttə Georgi Hacı. Mənim onunla işləməyə şansım olub. O məşqçi idi. Mənsə oyunçu. Birlikdə 2 kubok qazandıq. Onunla işləmək, onun futbola necə ehtirasla yanaşdığını, necə ambisiyalı olduğunu öyrənmək inanılmaz idi. Onu tanıyandan sonra başa düşürsən ki, niyə Barcelonada, Realda, Galatasarayda oynaya bilib. Əgər sən bu qədər çalışqan, fokuslanmış və istedadlısansa, bu təbiidir. Çox xüsusiyyəti var. Amma məncə ən güclüsü ambisiyadır. O uduzmağı qəbul etmir. Bəli, bəzən futbolda uduzmaq da olur. Amma onun üçün əsas məsələ necə uduzduğundur. O 100% vermədən meydanı tərk etməzdi. Əgər uduzursansa, bu dərsdir. Amma sən meydanda hər şeyini qoymalısan. Uşaqlıqda bəs kumeriniz kim olub? Ronaldo, Braziliyalı fenomen. Fenomena. Mənim atam onu mənə göstərmişdi. Dedi, bax bu oyuncuya. O vaxtdan ancaq onu izləyirdim. Videolarına baxırdım və ona heyran idim. Ta ki, Messi meydana çıxana qədər. Messi gələndən sonra artıq dedim, budur mənim adamım. O vaxtdan Messi mənim idolumdur.
Yəni belə çıxır ki, Messi və Ronaldo sualı sizə verəndə siz Messini seçirsiniz. Bəli, mən Messini seçirəm. Hətta kimsə Ronaldo deyəndə mən onunla mübahisə edirəm. Çünki Messi mənim üçün ən böyüyüdür. İndi Azərbaycandasınız. Azərbaycanın futbol mədəniyyəti deyə və yaxud da ki, Azərbaycandakı futbol atmosferi sizə qane edirmi? Nəzərə alsaq ki, Şamaxı oynadığı stadionda şərait tam da o deyil və bu sizi nə qədər narahat edir futbolçular olaraq? Asan deyil. Hər gün süni örtükdə məşq etmək, oynamaq çox çətindir. Amma biz işimizi görürük. Mən açığı başa düşmürəm niyə stadionlar bu qədər boş olur. Bir dəfə Neftçinin oyununa azarkeş kimi getmişdim. Çox az adam var idi. Halbuki burada yaxşı futbolçular var. Bəziləri rahat Avropanın top liqalarında oynaya bilər. Düşünürəm ki, Azərbaycan futbolu inkişaf edir. Ruminiyada stadionlar 60-70% olur. Azarkeşlər çox aktivdir. Amma oyun səviyyəsinə baxanda bugün Ruminiya liqası ilə Azərbaycan liqası arasında elə də böyük fərq yoxdur. Sadəcə istəyirəm ki, azarkeşlər daha çox gəlsinlər, komandalarına dəstək versinlər. Azərbaycan futbolunun özəllikləri nədir? Yəni meydanda mübarizəyə baxsaq, bir çoxları deyir ki, bizdə daha çox texniki futboldur və yaxud da ki, fiziki futbol o qədər də üstün deyil. Siz nələri qeyd edə bilərsiniz? Mənim oyun üslubuma görə əlbəttə texniki futbolu üstün tuturam. Topa nəzarət, kombinasiyalar. Amma bəzi oyunlarda çox işləmək, döyüşmək də lazımdır. Bir misal deyim, mənim dostum Trabzonsporda oynayırdı. Yayda Arazla yoldaşlıq oyunu keçirdilər. Bilirsiniz, Trabzonspor Türkiyənin top klubudur. Amma o oyunda Araz 3-2 qalib gəldi. Oyundan sonra dostum mənə zəng edib dedi: "Qardaş, sən bu liqada necə oynayırsan? Sən texniki futbolçusan, balacasan. Amma burada çox sərt oynayırlar. Bizi öldürdülər meydanda." Mən də dedim: "Qardaş, öyrəşəcəksən. Burada elə oyunlar da olur." Bəli, bu liqa həm texniki, həm də fiziki baxımdan balanslıdır. Məncə çox yaxşı liqadır. Sizə görə Azərbaycan çempionatının ən güclü, ən yaxşı futbolçusu kimdir? Bilmirəm, çünki çox oyunçular var. Mən oyunlara baxanda hər dəfə 1-2, bəzən 3 futbolçu diqqətimi çəkir. Məsələn, Neftçidə Məmmudu bəyənirəm. Zubiri də çox bəyənirəm. Onu Ruminiyadan tanıyıram. Mən o vaxt onunla eyni meydanda oynamışam. Yəni qarşı-qarşıya gəlmişik. Sonra Kadi Borges, həmçinin Vargas. Onu da çox bəyənirəm. Zirədən Gomez, Konate. Hamısı yaxşı oyunçulardır. Demək çətindir, çünki hər komandada 2-3 çox yaxşı futbolçu var. Ona görə bir ad seçmək istəmirəm. Əgər biz indi çempionat barədə danışırıqsa, siz qeyd etdiniz sizə görə ən yaxşı futbolçular kimdir? Bəs hansı komandaya qarşı sizə oynamaq xoşdur? Motivasiya hər oyunda olmalıdır, amma əlbəttə böyük komandalarla oynayanda daha çox özünü göstərmək istəyirsən. Çünki yaxşı futbolçu olmaq istəyirsənsə, ən güclülərlə döyüşməlisən. Qarabağ, Zirə, Neftçi kimi komandalarla oyunlarda motivasiya daha çox olur. Əgər onlara qarşı əlavə enerji ilə oynamasan, belə oyunları qazanmaq çətindir. 8-ci turda Kəpəzə qarşı maçda siz meydanda olmasanız da, amma komandanız böyük hesabla məğlub oldu. Həmin oyunda, indi yəqin ki, izləmişsiniz oyunu, nələr baş verdi sizcə? Yəni, əsas məğlubiyyətin səbəbi nədir? Yox, mən elə deməzdim. Çünki biz hər məşqdə GPS jiletləri geyinirik və məşqçilər hər bir məlumatı görürlər. Kim nə qədər qaçıb, hansı formada olub. Hər şey normal idi. Məncə o oyunda biz özümüz uduzduq. Onlar qazanmadılar. Futbolda belə olur. Əsas odur ki, bu səhvlər mövsümün əvvəlində baş verdi. İndi bu dərsdə nəticə çıxarıb eyni səhvləri təkrarlamamaq lazımdır. Biz 1-0 öndə idik, amma sonra oyunu dayandırdıq. Sanki dayanmış kimi olduq. Bu da bizə baha başa gəldi. Ümumiyyətlə, bu mövsüm Şamaxının və sizin hədəfiniz nədir Azərbaycan çempionatında? Komanda olaraq məqsədimiz hər oyunu addım-addım keçməkdir. Əlbəttə, biz liqada qalmaq barədə düşünürük, amma eyni zamanda irəli getmək, yaxşı nəticə göstərmək istəyirik. İnsanlar üçün sürpriz komanda olmaq istəyirik. İndi konkret hədəf budur deyə bilmərəm, amma yaxşı mövsüm keçirmək istəyirik. Başlanğıc o qədər də pis olmadı. Əlbəttə, daha yaxşı ola bilərdi. Amma pis də deyil. Əsas odur ki, hər oyuna 100% hazır çıxaq və kimlə oynamağımız fərq etməsin. Məqsədimiz 3 xal qazanmaq və oyundan zövq almaqdır. Mənim şəxsi məqsədim isə komandaya kömək etməkdir. Komandam üçün qol vəziyyətləri yaratmaq, oyuna təsir etmək istəyirəm. Mövsümün sonunda necə olacağını görəcəyik. Yayda Azərbaycan klublarından təklifiniz olub? Bilirsiniz, futbolda təkliflər hər zaman olur. Amma indi Şamaxıdayam. Təklif göndərən Zirə idi. Sizin
karyeranıza baxanda, yəni çıxış etdiyiniz klublara baxanda bilmirəm niyə 8 rəqəmi çox sataşdı gözümə. Həm 88, 88 də deyəsən nömrəli formalar geyinmisiniz. Amma indi Şamaxıda 10 nömrəsiz. Sizə görə ümumiyyətlə fərqi var? Hansı nömrə altında çıxış edirsiniz? Xeyr, bu mənim üçün o qədər də vacib deyil. Amma əlbəttə ki, önəmli nömrələrlə oynamağı sevirəm. İndi 10 nömrə ilə xoşbəxtəm. Amma 8 və 88 nömrəsini ona görə seçmişdim ki, həyat yoldaşım avqustun 8-də, qızımsa həmin ayın 2-sində anadan olub. Ona görə 88 nömrəsi hər ikisini xoşbəxt edirdi. Təkcə birini yox. Ayxan Abbasov son günlər çox müzakirə olunan məşqçidir, xüsusən də onun milli komandaya təyinatından sonra. Mənə maraqlıdır ki, siz Ayxan Abbasov barədə nə deyə bilərsiniz və ümumiyyətlə Ayxan Abbasovun fasilələrdə milli komandanın yanında olub, Şamaxın yanında olmaması sizə nə qədər təsir göstərir? İlk növbədə onun uğurlarına görə çox sevinirəm. O, milli komandanın baş məşqçisi olmağı tamamilə haqq edir. Mən demirəm ki, başqa məşqçilər buna layiq deyil. Amma mən bizim məşqçimizi yaxşı tanıyıram. Onun futbola olan həvəsini, oyunları necə detallı şəkildə analiz etdiyini bilirəm. O, bunu doğrudan da haqq edir. Onunla ilk dəfə tanış olanda gördüm ki, o sadəcə yaxşı məşqçi deyil, həm də çox yaxşı insandır. Məncə, indiyə qədər heç vaxt bütün futbolçuları, oynayanı da, ehtiyatda qalanı da bu qədər xoşbəxt saxlaya bilən məşqçim olmuyor. Şamaxıda heç bir futbolçu oynaya bilməyəndə belə inciyib küsmür. Çünki o, hamını motivasiyalı və xoşbəxt saxlamağı bacarır, futboldan zövq almağımıza şərait yaradır. Əlbəttə, o milli komandaya gedəndə biz onun üçün çox darıxırıq. Çünki ondan çox şey öyrənirik və onun varlığı bizim üçün çox önəmlidir. Amma o olmayanda biz onun tərtib etdiyi proqram əsasında işləyirik. Digər məşqçilərə də eyni hörməti göstəririk. Yəni, baş məşqçi yanımızda olmasa da biz hər zaman 100% çalışırıq. Amma əlbəttə onun varlığını hiss edirik və darıxırıq. Müsahibənin sonuna gəlib çatdıq. Sonda bizim rubrikalarımız var. Əvvəlcə komanda yoldaşlarınızı görək nə qədər yaxşı tanıyırsınız. Komanda yoldaşlarınızdan ən yaxın dostunuz kimdir? Karim, Komandanın ən aqressiv futbolçusu kimdir? Arsen, Məşqçinin sevimli futbolçusu kimdir? Edgar, Lider oyuncu kimdir? Ricardo, Ən egoist futbolçu kimdir? Karim, Ən sakit, mi, ən çalışqan, Rufet, aha. Komandada ən çox danışan futbolçu kimdir? Ricardo Fernandes, Komandada ən zövqlü geyinən futbolçu kimdir? mi, Ən tənbəl oyuncu kimdir? Şaybu, Ən sürətli, Balau, ən texnikalı kimdir? mi, Və ən əsası azarkeşlərin sevimlisi kimdir? Edgar, Azərbaycanın başqa klubuna transfer olunmaq mümkündür, yoxsa mümkünsüzdür? Mümkündür. Məşqin saatını unutmaq, Mümkünsüzdür. komanda yoldaşını məşqdə zədələmək, Mümkün deyil. pəhrizə riayət etməmək və gecələr yemək yemək, Mümkün deyil. Azərbaycan dilində başa düşüb danışmaq, Mümkün deyil. bəyənmədiyin futbolçu ilə forma dəyişmək mümkündür, yoxsa mümkünsüzdür? Mümkündür. Simulyasiya edib penalti qazanmaq, Mümkündür. keçmiş komandaya qarşı fərqlənərək sevinmək, Mümkündür. rəqib futbolçuya qırmızı vərəq aldırmaq, Mümkün deyil. Şamaxını əzbərə tanımaq Mümkündür. və ən əsası Azərbaycan futboluna öyrəşib və burada uzun müddət oynamaq mümkündür, yoxsa mümkünsüzdür? Mümkündür. Mən sizə demişdim ki, həyat yoldaşım və mən burada vaxt keçirməkdən zövq alırıq. Belə ki, mən bura gələndə ilk 2-3 həftə ərzində təlim məşq toplanışında olanda həyat yoldaşıma mesaj yazdım və dedim ki, düşünürəm, karyeramı bitirənə qədər Azərbaycanda oynaya bilərəm. So in the goal we'll start with Buffon. On the left side, defender Roberto Carlos. Sergio Ramos, center back with Maldini. And right back I will put
Cafu. In the middle, I will go with Xavi. Of course, with Iniesta. And Zidane. On the right wing, I will put Messi. Left, I will put Maradona. And striker, Ronaldo. But the Brazilian one, yes. So this is my first 11. Təşəkkür edirik sizə müsahibə üçün və növbəti oyunlarda sizə uğurlar. Çox sağ olun. Çok sağ ol.